Demirik ki, belə kökündən dəyişilir. Bir balaca deyirik, köklüyündə qalır. Aşıq Namiq qardaşımızı çağıram. Şirman elindən, deraş telli sazım şirman elindən. Dur gelin qazağa bir salam verək, gəl gelin qazağa bir salam verək. Vaqiflə bir yerdacıdır düzündə. Hayda, Vaqiflə bir yerdacıdır düzündə. Əhməd o yerlərə bir salam verək. Ay, çox sağ ol. Gərək deyərdiniz Gədəbəyə bir salam verək də. Nə, Namiq? Dedim gərək deyərdi Gədəbəyə salam verək də. Çünki mən... Demək olar, gedə o dağlara. Gedə Namiq gilə bir salam verək. Gedə Namiq gilə bir salam verək. Gədəbəyə bir salam. Ay Namiq, xoş gəlmişsən Çox sağ olun qardaş. Mətən xanım, mən sizləri salamlayıram, Sağ olun. tamaşaçıları salamlayıram, burada əyləşən tamaşaçıları salamlayıram. Eşq olsun sizlərə və gözəl musiqiçilərimiz Viktoriya qrupunu, qardaşımızı, Xalid də yaxşı saz salandı, dostumuzdur. Çox gözəl musiqiçiləri və Telli xanımı da, təbii ki Telli xanım da, Telli xanım da. Yarı yaraşığı deyil. Yarı yaraşığı. Televiziya kanallarının yarı yaraşığıdır, həqiqətən. Sən necə ki mənə deyirsəni, ekranda baxıram, əhvalım kökər. Mən də hansısa kanala baxanda, səni görəndə dayanıram o kanalda ki, sənə baxım, sonra çevirirəm. Sonra çevirirəm. Sənə baxıram, sonra çevirirəm. Mən sizə çox dərin təşəkkür bildirirəm. Bununla bu yeni sözü, üçüncü səfərdir bununla bura qonaq gələm. Mən bizim Azərbaycan kanalında şou verişlər var da, digər kanallarda, amma şou deyil də. Amma Mətanətin şousu həqiqətən sözün əsl mənasında bir nümunədir. Mən ona görə mən ad günüm olanda, gözəl günlərim olanda həmişə birinci bura çıxır. Yeniliklərim olanda burada deyirəm ki, çünki bir nömrədir da, Mətanət şovu bir nömrədir. Heç olsun. Çox sağ ol Namiq. Namiq, Telli xanımla da danışdıq. Ümumiyyətlə, sazda improvizasiyalar etmək, bəzən deyirlər ki, olmaz, saz belə sazlığında qalmalıdır. Yəni, o sırf belə saza aid musiqilər, aşıq musiqiləri. Amma yenilik də yaxşı, elə deyil. Valla onu deyən sinifdə qalmış adamlar da 11 il birinci sinifdə oxuyublar da, elə ona görə elə deyirlər. Sən neçənci sinifdən neçənci sinifə keçdin? Yox, mən elə birinci sinifdən 11-ə qədər olmuşum. Oxumusan var. Yox, niyə görə? Çünki ona görə ki, sazı sevdirmək lazımdır. Sazı gənclərə də sevdirmək lazımdır. Elə mən elə 72 saz havaları ondan olmaz ki, qədimliyi də qoruyub saxlamaq lazımdır. Təbii ki, yəni biraz da improvizasiyalar eləmək lazımdır. Məsələn, mənim o bir neçə dənə ifalarım var, yenilikdir. YouTube-da ki, neçə milyon izləyici var. Neçə milyon izləyici var. Nə yenilikdir o? Yox, məsələn, Aytənlə olan, ondan sonra mənim başqa məsələn düetlərim var, oxuduğum mahnılar var, mənim ruhani döndərim var, milyonu keçir. İndi sən də görüm, Bəli. sənə görə baxdılar ya Aytənə görə Hər kimizə görə. Yenilikdir, yeniyə görə baxdılar. Bəli, yenilikdir. İlk dəfə onu mən etdim, ona görə də baxıldı, sevildi, seçildi. İndi burada nə ifa edəcəksən ki, biz də belə hay-hayla baxaq? Hə, burada mən indi çox gözəl, həm xalq havaları, həm aşıq havaları, bir neçə havaları, yəni improvizasiya. Papuri belə gedəcək də, həm də improvizasiya. Həm də canlı olacaq. Oo, gəlsin!